Bakıxanov Rezidensin binasında. Məsləhət görərdim ki, bu videonu izləyəsiniz. Çünki qiymət elə bir qiymətdir ki, yəni belə qiymətə Bakıxanov Rezidensi son vaxtlarda mənzil satışa çıxmır. Tam təmirli, tam əşyalı vəziyyətdə qiymət videonun sonunda deyiləcək dostlar. Kim Bakıxanov Rezidensidən mənzil axtarırsa, bu videonu axıra kimi izləsin. Dostlar, son dövrlərdə Bakıxanov qəsəbəsində, Bakıxanov Rezidensin binasında rast gəlinməyən bir qiymətlə qarşınızdayım. 100 kvadrat metr sahəli mənzil, qiymətində də əməlli başlı endirim olunub. Yəni söhbət 5 min, 10 mindən getmir, 20 min manat endirim olunmuş bir mənzil. Əlim yandı, təcili, bir də ki onu qeyd edim, əşyalarla birlikdə. Yəni mənzilin daxilində olan əşyaların hamısı saxlanılacaq. Mənzilin qiymətini təqdimatın sonunda deyəcəm, videonu axıra kimi izləyin dostlar. Həqiqətən şok bir qiymətdir. Sənədlərində də heç bir problem yoxdur. Mənzil ipotekaya da yarayır, kupçası, texpasportu, bütün sənədləri var. Bina da mərkəzi yolun üstündə yerləşir. Arablinka yolu, asan xidmətə gedən yol. Ən yaxşı ərazilərdən biridir. 20 min manat endirim olunub dostlar, mənzilin daxili ilə tanış olaq. Buradan daxil olarkən, bura mənzilimizin xol hissəsidir. Sağ tərəfdə belə bir güzgülü dolabımız, əlavə veşlərin yığılmaq üçün. Bura mənzilin qapısıdır, giriş qapısıdır. Burada sanuzel sanitar uşağımız, aksesuarlar quraşdırılır. Alıb kirayədə vermək olar dostlar, tam əşyalı vəziyyətdə satılır. Sol tərəfdə, xolun sol tərəfində belə bir geniş 20 kvadrat metr ölçülərə sahib mətbəxtimiz, geniş. Mətbəx meyveli quraşdırılır, hazır vəziyyətdədir. Pəncərəsi kalisin, bahalı pəncərələr. Pəncərəsi məhəlləsinə baxır, dəyərli izləyicilərimiz. Çox gözəl yerdə yerləşir, həqiqətən. Marşrut xəttidir, məktəb, bağça, böyük ticarət obyektləri, hamısı, yəni heç bir sıxıntı yox. Hamısı evin lap yaxınlarındadır. Bura mətbəxdir, dostlar, mətbəxlə tanış olduq. İndi keçək, otaqlarla sizi tanış edeyim. Geniş bir dənə, belə deyim də, 12-13 metrəlik xol hissəmiz. Uzunluğunu görürsünüz yəqin ki. 12-13 metrəlik xol hissəmiz, xolun solunda bir yataq otağımız, bütün əşyaları var, yataq dəsti mebeli. Burada, əziz dostlar, yataq otağının daxilindən eyvana çıxışımız var. Mənzilin döşəməsi də görürsünüz yəqin ki, yəni parketdir. Ben buranı da göstərək. Haradasa 5 metrəlik eyvan hissəmiz. Binanın qarşısı açıqdır dostlar. Gün vuran, hava işləyən bir mənzildir. Fikir verirsə, yəni binanın qarşısı açıq. Mənzilin qarşısında heç bir maniyə yoxdur. Gün vuran, hava işləyən bir mənzildir. Yaxınlaş qardaş. İndi mənzilin zalını sizin üçün təqdim edəcəm. Uşaq otağı və zal. Onu da qeyd edim ki, dostlar, mənzil 3 otağı, yəni elə düzəlib ki, bu cür 3-ə düzəlmə hər bir mənzildə alınması bir şey deyil. Bura mənzilin uşaq otağı, dostlar. Səliqəli vəziyyətdədir, gördüyünüz kimi. Uşaq mebelləri hamısı qalacaq və yaxınlaş. Uşaq otağının ölçüsü də 12-13 kvadrat metr ölçülərə sahibdir. Nəhayət mənzilin zalı, geniş bir dənə qəşəng zalımız var. Zalın daxilində divan, kreslo, stol, televizor, kondisioner, yəni hamısı mənzilin daxilində saxlanılacaq. Mənzilin qiyməti, Allah xeyir versin, dəyərli izləyicilərimiz. Mənzili sizin üçün təqdim etdik, kim alsa xeyirli olsun. Mənzilin qazı, işığı, suyu daimidir, stil sistemi kombidir. Binanın 2 ədəd müasir lift sistemi yeraltı qarajda var. Bina mərkəzi yolun üstündə yerləşir, Neftçilər metro stansiyasına və şəhərin bir çox istiqamətlərinə fəaliyyət göstərən marşrut xətti də düz elə binanın qarşısından keçir. Binanın altında Araz market də fəaliyyət göstərir. Yerləşmə yeri haqqında məlumat verdik. Dostlar, Bakıxanov qəsəbəsində çox səliqəli, səviyyəli yerlərdən biridir. Ərazi olaraq, yəni infrastruktur cəhətdən çox gözəl yerlərdən biridir. Nəhayət mənzilin qiyməti haqqında məlumat vermək istəyirəm dostlar. Mənzilin qiyməti 250 min manatdan
230 min manata düşüb. Onu da qeyd edim ki, ev təcili satıldığına görə real alıcı olarsa ev sahibi ilə yenə də qiymətdə danışıb razılaşmaq olar. 100 kvadrat metr sahəli mənzildir. Sənədlərində heç bir problem yoxdur. Qupçası, texpasportu, bütün sənədləri qaydasındadır. Dostlar, bu mənzillə bağlı nə sualınız olsa nömrə səhifədə var. Məncə tələsin, bu da bir şansdır. Gözəl bir mənzildir, tam əşyalı vəziyyətdə. Qiyməti də münasib. Zənginizi gözləyəcəm dostlar. Əlaqə saxlayın. Xeyirli olsun. Sağ olun, var olun.